Salam əziz tələbələr, hər vaxtınız xeyir. Bu gün sizlərlə birlikdə qəbullara düşmüş fərqli növdəki sahə perimetrə aid sual növlərinə diqqət yetirəcəyik. İndi baxaq bir nömrəli suala. Bir nömrəli sualın iki dənə həll üsulunu göstərəcəyim sizə. Birincisi, əsas olaraq sualın məqamları necədir, sualı necə başa düşmək lazımdır. Yəni, tam halı ilə izah eləyəcəyim. Bir də ikinci qısa, belə deyim ki, bir neçə saniyə ərzində tapa biləcəyiniz bir həll üsulu göstərəcəyim ki, o da imtahanda sizə köməklik göstərsin. İndi sualı oxuyaq. Deyir, 4 nəfər eyni düzbucaqlı formasında olan kağızı. Deməli, 4 dənə nəfər var, 4-ün də əlində eyni düzbucaqlı formasında kağız var. 4 dənə kağızı çəkirəm. Bu bir, bu iki, bu üçüncü olsun, bu da dördüncü. Əziz tələbələr, bu kağızlar eyni boydadır. İndi əlindən çəkəndə biraz fərqli görünə bilər, amma en uzun olaraq eynidirlər. Ona görə bura A, bura B. Bura A, buranı B olaraq dəyərləndirəcəyim hamısında. Sonra sualda bizə qeyd eləyir ki, alınan düzbucaqların perimetrləri bu arada bu cümləni oxumadıq, deyir, formasında olan kağızı 6 bərabər düzbucaqlıya bölürlər. Və deyir, alınan düzbucaqların perimetrləri cəmi 150, 66, 60 və 84 santimetrdir. Deməli, biz bu düzbucaqlıları 6 bərabər hissələrə bölməliyik. Məsələn, birinci düzbucaqlı formasında olan kağızı eninə doğru xəttləri seçək. 1, 2, 3, 4, bu da 5-dən 6 olsun. Görürsünüz, 1, 2, 3, 4, 5, 6 hissəyə böldü. İkinci kağızda gəlin bunu üfüqi zolaqlar şəklində 6 hissəyə bölək. Bu 1 olsun, bu 2, 1, 2, 3, bu 4, bu 5, bir dənə də uzadaq. Bu da bizim üçün 6-cı hissə olsun. İndi keçirəm bir növbəti fiquru da 6 bərabər hissəyə bölməliyəm. Deyək ki, bunun üçün də nə edə bilərik? Buradan 2 dənə xətti çəkək, bir dənə də ortadan xətti çəkəndə 6 dənə hissəyə bölündü. Dördüncü fiqurda da bunun gəlin tam tərsi olaraq eləyək. Buradan 2 dənə xətti çəkək, buradan da bir dənə ortadan xətti çəkək. Hamının ağlında bir sual yarana bilər ki, müəllim, sən niyə bunları ayrı-ayrı şəkildə 6 bərabər hissəyə böldün? Çünki əziz tələbələr ayrı-ayrı bölünüb ki, birində 150, birində 66, 60 və 84 əldə olunubdur. Deməli, müxtəlif formalarda bölünməlidirlər. İndi gəlin bunların hissə-hissə perimetrlərini ifadə edək. Məsələn, birinci fiqurda diqqət yetirin. Burada böləcəyim düzbucaqlının perimetri bizim üçün nəyə bərabərdir? Uzun tərəfi A-dır. Yazdım A. En tərəfi nədir bizim üçün? Baxın, buradan bura boydan boya B qəbul eləmişik. B-ni də 6 bərabər hissəyə bölmüşük. Buradan görürsünüz. 6 hissəyə bölünübsə, bura bizim üçün nə olacaq? Üzərinə gəlinsin. B bölünsün 6. Perimetr nə idi? Tələbələr n ilə uzunluqları toplayıb 2-yə vurmalı idi. Və yekunda bundan neçə dənə var görürsünüz? Bu düzbucaqlıdan bölünəndən. Toplam 6 dənədir. Deməli, yekunda bir dənə də 6-ya vuraram. Burada da 2-ni 6-ya vuraq, elə bizim üçün 12 eləyəcək. Sonra keçirəm ikinci fiqurda da. Baxın, deyək ki, buradakı düzbucaqlının perimetrini hesablayacağım. Bir tərəfi B-dir. Yuxarıdan görürəm. Yazdım B. Üzərinə gəlinsin. Eni nədir bizim üçün? Boydan boya buradan bura A-dır. 6 hissəyə bölünübdür deyə A bölünsün 6-dır. İndi bunu biz 2-yə vurmalıyıq ki, bu bir dənə düzbucaqlının perimetrini tapaq. Amma bu düzbucaqlıdan 6 dənədir deyə bir dənə də 6-ya vururam, yekunda 12 yazıram. Keçirəm üçüncü fiqurdakı o böldüyüm hissənin perimetrini tapmağa. Deyək ki, bu fiqura diqqət yetirin. Bunun bir tərəfi nədir? Boydan boya A-dır, yarısı A bölək 2-dir. Yazdım A bölək 2. Üzərinə gəlinsin. Boydan boya B-dir, bura qədər 3 dənə bərabər hissəyə bölünür baxın. Deməli B bölək 3-dür. Yenə yekunda 6 dənə var. Perimetri tapmaq üçün onsuz 2-yə vurmalıydım. Bir də 6-ya vururam, birbaşa 12-ni yazıram. Ən axırıncı fiqurda. Deyək ki, buranın baxın, birinci perimetrini hesablayaq. Deməli, boydan boya A-dır, 3 bərabər hissəyə bölünüb. Yazdım A bölək 3. Üzərinə gəlinsin. Bir də görürəm ki, bura boydan boya B-dir, yarıya bölünüb, deməli B bölək 2. Yekunda bu böldüyüm düzbucaqlının perimetrini tapmaq üçün bunların cəmin 2-yə vurmalıydım. İndi 2-yə vuranda bir dənə bu düzbucaqlını tapıram, təkrar qeyd eləyirəm. Bizə bütün düzbucaqlar lazımdır. Yekun nəticəsində 6-ya vuranda bura onsuz 12 olur. İndi burada görürsünüz müxtəlif şəkildə perimetrləri əldə etmişik.
Və burada 150, 66, 60, 84 verib hansının olduğunu bilmərəm. Amma hamısını toplayıb bərabər eləyə bilərəm bu perimetrlərin cəmini. Yekunda hamısını gəlin toplayaq sizlərlə birlikdə. Nə əldə edirəm? Buradan yazdım. 12A mötərizələri açıram. Üzərinə gəlinsin. B bölünsün. Bizim üçün axı burada 6 ilə 12 ixtisar gedəcək, qalacaq 2B. Üzərinə gəlinsin. 12B üzərinə gəlinsin 2A, üzərinə gəlinsin 2 ilə 12 ixtisar getdi 6A, üzərinə gəlinsin 4B, üzərinə gəlinsin 4A, buranı yazıram, üzərinə gəlinsin 6B. İndi yekunda əziz tələbələr, bunların hamısında cəmi bilirsiniz nəyə bərabərdir? Buradakı perimetrlərin cəmini. Bunların da hamısını toplayanda bərabər olur 360 dərəcəyə. İndi 12A üzərinə 2A gəldim 14, 20, bir də 4 gəlirəm elədi 24A. Üzərinə gəlinsin 2, 12, 14, 18, üzərinə də 6 və gəlində neçə eləyəcək? 24B. Bərabərdir 360 əziz tələbələr. İndi yekunda nə edə bilərik? Bizə axı A plus B-ni tapmaq maraqlıdır. 24-ü ortaq vuruq qəbul edərik. A plus B bərabərdir 360-a. 360-ı da gətirib 24-ə böldüyümüz təqdirdə A plus B-nin dəyərini bərabər eləyəcək biz 15-ə. İndi biz A plus B-ni 15 olaraq tapdıq. Bizə deyir ki, onlara verilən düzbucaqlı formasındakı kağızın perimetri nə qədərdir? Düzbucaqlının eni A-dır, uzunu da B-dir. A ilə B-nin cəmini 15 tapmışıq. Perimetrini tapmaq üçün də 2-yə vuracaq. 2 vurulsun A plus B-yə. Buradan da A plus B 15 olduğuna 2 vurulsun 15 bərabərdir 30-a. Bu bizim üçün əziz tələbələr uzun-uzadı həll üsulu idi. İndi yekunda sizə bir dənə qısa həll üsulu göstərəcəyim. Qısa həll üsulunda baxın. Deyir A 6 bərabər hissəyə bölünür. 6 bərabər hissəni 6-nı götürün, bölənlərini yazın. 6 hansı rəqəmlərə bölünür? 1-ə bölünür, 2-yə bölünür, 3-ə bölünür, bir də özünə bölünür, 6-ya bölünür. Buradakı perimetrləri toplayın. Bayaq toplamışdıq, 360 eləyirdi. 360'ı bölün 6'nın bölənlərinin cəminə. 1 ilə 2, 3, 3 də gələndə 6, 6 da gələndə 12. 360'ı böldünüz 12'ye bərabər oldu 30'a. Bu qədər bəsit. Məsələn, sualın şərti müxtəlif ola bilər. Deyək ki, burada 6 bərabər hissə olmaz, imtahanda 8 bərabər hissə yazar. 8 bərabər hissəndə 8-in bölənlərini yazırsınız. 1-ə bölünür, 2-yə bölünür, 4-ə bölünür, 8-ə bölünür. Yenə perimetrləri toplayıb bölənlərin cəminə böləndən sonra nəticəni əldə eləmiş olursunuz birbaşa. Hamının ağlında sual yarana bilər ki, müəllim, belə qısa bir həll üsulu var. Niyə sualı bu qədər uzun-uzadı başa saldınız? Çünki əsas məqsəd sualın da nədən söhbət getdiyini başa düşməkdir. Çünki mən bunu bu şəkildə deyəndə, heç bilmirsiniz ki, bu rəqəmlər hardan gəldi, hardan getdi. Yəni, sualı başa düşmək lazımdır. İndi keçək burada 2 nömrəli testimizə. 2 nömrəli sualda verilmiş fiqurun sahəsini hesablayın deyir. Qəbula düşmüş sual modelidir. Və pi dəyərini 3 olaraq hesablayacaq. Hər damanın tərəfi 1-dir. Yəni, buradakı damaları görürsünüz. 1-in 1-ədir, yəni eni uzunu 1-dir. Yəni, kvadratdır. İndi yekunda bu sualı həll eləmək üçün hissə-hissə baxmaq lazımdır suala. Yəni, birbaşa tapmağımız çətin məsələdir. Hissə-hissə baxanda ən məntiqli şəkildə. Baxın, buranı gətirdim, böldüm. Görürsünüz, sualı böldüm. Ortada nə yarandı? Baxın, mavi ilə böldüyüm uzun bir düzbucaqlı yarandı. Bu düzbucaqlının eni 1-dir. Çünki daman axı buradan bura qədər 1 olaraq qeyd olunur. Uzunluğu nə qədərdir? 1, 2, 3, 4 və 5-dir. Uzunu da 5-dir. Düzbucaqlının sahəsini necə tapırsınız? Eni uzuna vurdunuz, 1-i 5-ə vurdunuz, elədi 5. Bu mərkəz hissənin, yəni mavi ilə böldüyüm hissənin sahəsi 5-dir. Yazdım 5, üzərinə gəlinsin. Sahələri hissə-hissə tapıb, sonra yekunu toplayıb tapacağıq. İndi sonra keçirəm növbəti. Baxın, burada bizim üçün bir yarım dairə var axı, əziz tələbələr. Görürsünüz, bu yarım dairə var. Yarım dairəni fikir verin, qıraqdan çəkirəm, belə bir fiqurdur. Baxın, radius nədir? Birinci bu yarım dairəni tam dairə olaraq fikirləşək. Radius nədir? Mərkəzdən kənara qədər çəkilən xəttin uzunluğu. Mərkəzi bura düşür axı. Bu kənara qədər xəttin uzunluğu nə qədərdir?
Bir də S tələbələr. Çünki damanın tərəfi 1-dir. Radiusun 1 tapdıq. Biz birinci bunu tam dairə olaraq fikirləşək. Yarım dairə yox. Tam dairə olaraq fikirləşəndə dairənin sahəvi formulu nədir? S bərabərdir pi r kvadratına. Pi dəyərimiz sualda deyir 3 ilə qəbul olunsun. 3 vurulsun 1-in kvadratına bərabərdir 3-ə. Bundan sonra biz axı dairənin tamamını 3 olaraq tapdıq. Bizə dairənin yarısı lazımdır axı. 3-ü böldüm 2-yə. Buranın da sahəsi yarım dairə. Baxın bu qırmızı ilə böldüyüm hissənin sahəsi də elədi 1,5. Üzərinə gəlinsin 1,5. Sonra keçək digər fiqurları tapmağa. Misal üçün, buranı yaxşı baxmalısınız. Baxın, bu bənövşəyi rənglə böldüyüm fiqurun sahəsini necə taparsınız? Özüm üçün qıraqda gətirib çəkirəm. 4 dənə damanı qeyd edirəm. Bu sırf sizə sualı tam başa düşəsiniz deyə çəkirəm. Baxın, buranı gətirdi qeyd elədik ya. Bizə nə lazımdır? Bu nöqtələdiyim hissənin sahəsi. Birinci olaraq buranı bir tam dairə olaraq fikirləşirəm. Gətirdim, tam dairəni tapdım. Baxın, bu hissəni bilirsiniz necə taparıq? Birinci, obşi bu böyük kvadratın sahəsini hesablayarıq. Axı bunun hər dama 1 idi axı. Bura 2 elədi, burada 2 elədi. 2-ni 2-yə vurdum, 4 elədi. 4 çıxılsın. 4-dən çıxaram bu daxildəki dairənin sahəsini. Dairənin sahəsi nə qədərdir? Radiusu 1-dir axı, bayaq hesablamışdıq. Radiusu 1-dirsə sahəsi 3-dür. Çıxılsın 3. Bərabərdir 1. Bizə bu bir-birsiz nəyi verdi? Bu qıraqda qalan nöqtə-nöqtə hissələri var ha, onların sahəsini verdi. Bizə axı bunların dördlüyünün də dördünün də cəmi lazım deyil, axı birzə dənəsi lazımdır. Deməli, 1-i də bölürəm 4-ə. Bu da eləyir bizim üçün 0,25. Deməli, buradakı baxın xətlə ifadə edirəm. Buranın sahəsi nə qədər imiş? 0,25. Baxın bu bənövşə ilə böldüyümü. Bu bənövşə ilə böldüyümdə neçə dənə var? Biri buradadır. Bir dənə aşağıda böldüm. Eynisindən. Biri buradadır. Baxın, bir dənəsi bu bənövşə ilə böldüm. Biri buradadır. Bir dənəsi də buradadır. Toplam bundan 4 dənədir deyə birbaşa ilə biz 4-ü 0,125-ə vurub elə 1 olaraq qəbul edə bilərik də. Plus 1. Buranı da hesabladıq. Sonra, baxın, burada bir dənə düzbucaqlı qalıb bizim hesablamadığımız. Baxın, bu düzbucaqlının uzunluğu bilirik ki 2-dir, eni də 1-dir. 2-ni 1-ə vurduz, bərabər oldu 2-yə. Üzərinə gəlinsin. Hesablamadığımız cəmi bu sualın içində 2 dənə yarım dairə var. Necə ki? Yarım dairə deməyək, hətta bir dairənin 4də biri. Baxın, hesaplamadığımız bu sarı ilə böldüyüm hissə var ha. Bir dənə budur, əziz tələbələr. Bir dənə də budur. Bu bayaq yadınızda bir sual izah eləmişdim ha, dairəni tam fikirləşib yarıya bölmüşdüm. Eyni qaydaya riayət edə bilərsiniz. Hətta bu 2 dənə dairənin 4də birini fikirləşib bir dənə yarım dairə olaraq da fikirləşə bilərsiniz. Heç bir problem yoxdur. Orada bir çətinlik qalar deyə bu dairənin 4də birini necə tapacağımızı bir daha izah eləyəcəm. Baxın, deyək ki, kvadratları gəldiniz özünüzdən çəkdiniz. Mən çəkirəm. Deməli, burada bizim üçün bir yarım dairə verildi, baxın. Baxın, burada yarım dairə var. 4də biri daha doğrusu. Bunu bütöv dairə olaraq fikirləşdim. Radiusu 1-də axı. 3-ü vurdum 1-ə, əziz tələbələr. 1-in kvadratına daha doğrusu. Elədi 3. 3-ü də gətirib burada 4-ə böləcəyəm ki, bir dənə bunun, baxın, sahəsini tapın. Amma bu fiqurdan bizdə 2 dənədir deyə, elə 3-ü 2-yə bölsək, birbaşa bunları nə edirəm? Elə bir burada bir dənə yarım belə var. Bu yarımı da götürürəm, yanına çəkirəm, bir dairənin tam yarısı olur. 3-ü bölərəm 2-yə, ikisinin cəmini elə 1,5 olaraq qəbul edirəm. Yekunda da üzərinə gəlinsin 1,5. Baxın, buranın sahəsini tapdıq. Birinci, baxın, buradakı düzbucaqlığın sahəsini tapdıq, 5. Sonra bu iki yarım dairəni tapdıq, 1,5. Bu 4 dənə balaca fiqur var ha, baxın, bu 4 dənə rənglədiyim balaca fiqur. Bunların obşa sahəsini 1 olaraq hesabladıq. Üzərinə gəldim, baxın, buradakı düzbucaqlığını 2-ni, bir də üzərinə gəldim, baxın, buradakı 2 dənə 4də 1 dairəni. Yekunda bunların hamısını toplayanda bizə nə verəcək? 1,5, 1,5, 3, üzərinə 3 gələndə 6, üzərinə də 5 gələndə obşa sahəmiz 11-ə bərabərdir. Hər birinizə əziz tələbələr, imtahanlarda uğur diləyirəm.